Şok transfer iddiası. Möhtəşəm transfer iddiası. Qarabağ klubu Norveç mətbuatının verdiği xəbərə görə yay transfer pəncərəsində Qarabağ klubu Bodagilimin futbolçusu, herkesin tanıdığı Bodagilimin futbolçusu Patrick Berg'i heyətinə qata bilər. Bunu bizim media demir ha. Bunu Norveç mətbuatının verdiği xəbərə görə. Amma bir əmması var. Eğer Qarabağ klubu o futbolçunu heyətində görmək istəyirsə, 3 tane şey etməlidir. Birincisi Ervin Cəfərquliyev verməlidir. İkincisi Yankovic'i verməlidir. Üçüncüsü də üstündə 400 min avro pul verməlidir ki, Bodagilimin futbolçusu Patrick Berg Qarabağın formasını giyinsin. Siz ne düşünürsünüz? Ben Yankovic'i ilişkim qaldım. Siz harda ilişdiniz? Şərh bölümünü